Salam aleykum, gözəl insanlar, hər birinizi salamlayıram. Çoxdandır ki video çəkmirdim, dedim bir video çəkim. Həm son hadisələr haqqında biraz fikirlərimi bildirim. Çünki çox adam yazır ki, qardaşım, bir fikirlərimi bildir. Direktdə yazanlar da kifayət qədər adamlar var. İlk öncə başlayıram bu yolda olan maşınlar haqqında. Hansı ki maşını yoldadır, zən vururlar ki, bəs qardaşım, avtovozun qiyməti qalxıb. Nə məsləhət görürsən, o artıq deyilən qiyməti vermir, necədir? Hələ bayaqları Zikar'daydım mən, Ağşəhərdə yerləşən. Orada biraz söhbət elədik. Deyirlər ki, hə, yəni bir də görürsən avtovozlar elə qiymət artımları olur ki, yəni biz özümüz də şokdayıq da. Onlar da fikirlərini bildirlər ki, deməli Bakı təhvili axı onlar həmişə maşına sifariş verdilər. İndi ola bilər ki, gələcəkdə artıq sırf maşının qiymətini danışsınlar. Çünki Bakı təhvili indi pis vəziyyətdə qalıblar da. Təsəvvür eləyin ki, avtovoz məsəl üçün əvvəllər gətirirdisə 1000 dollara, indi gətirir 1800, 2000 dollar. Səbəbini də soruşurlar sürücülərdən. Deyirlər ki, belədir. Yəni heç bir əsas gətirmədən, heç bir səbəb gətirmədən deyirlər ki, yəni bu qiymətə gətiririk. Soruşdum ki, bu tək bizim ölkəyə aiddir. Bəlkə bilirlər ki, qanun falan yanvarın birindən dəyişikliyi olacaq. Bəlkə ona görə fürsətdən istifadə edirlər. Deyir, yox, yəni başqa dövlətlərlə də danışırıq. Rusiyada da həmin o söhbətdir, qiymətlər qalxır. Ona görə nə ümumilikdə istədim deyim ki, bu avtovozların qiymətləri bəzilərində qalxır, bəzilərində qalxmır. Yəni həqiqətən də belə şeylər var. Sonra keçim ikinci məsələyə. İkinci məsələ son vaxtlar deməli bu avtobus zolağı ilə bağlıdır ki, deyirlər ki, fikrimi bildir. Ən çox da bu Xırdalan Masazır dairəsinə gedən yol. O elə bir söhbətdir ki, valla həqiqətən də indi bilmirəm, çoxunuz düzdür, sürücülərsiniz, izləyənlər məni, amma mən şəxsən arada bir avtobusdan da istifadə edirəm. Yəni avtobusda həqiqətən də o çaspik vaxtı daha çox adam olanda, gedəndə avtobus zolağına qarşı mən açığı deyim şey deyiləm. Yəni fikirlərim müsbətdir də ki, cəmaət biz həqiqətən də bir maşında 2 nəfər, 5 nəfər, 3 nəfər, 1 nəfər adam gedəndə avtobusda yüzlərlə adam gedir. Özü ki yorğun arğın. Nə yalandır? Biz də yorğun oluruq, açıq. Amma bir var oturan yerdə, bir var ayaq üstə. Yəni avtobus zolağına da deyirlər münasibət bildirir. Bunun yəni münasibət bildirməli deyil. Keçən il 4 dənə Avropa ölkəsində olmuşam, hətta 5 dənə Rusiyada Avropa ölkəsi sayılır. 5-ində də avtobus zolağı var, istifadə olunur. Həmişə də ictimai nəqliyyat onlarda ona görə də düz vaxtında gəlir çatdırır. Yəni normal şeydir. Danışsaq dünyadan, dünyada da belədir. Avtobus zolağı. Sonra bu taksi ilə bağlı da bir dənə fikirlərimi bildirmək istəyirəm. Taksi valla axır vaxtlar o qədər sənədlər tələb olunur taksidə. Həqiqətən də adam şok keçirdir də. Hələ gələcəkdə ola bilər ki, başqa bir sənədlər də lazım olsun ki, reys qabağı, reysə çıxırsansa maşında texniki müayinədən keçməlidir, insan özündə tibbi yoxlamadan keçməlidir. O da mən bildiyim qədər hələ ki yoxdur da. Yəni o da olsa, gör nə qədər sənədçünədir. Aylığı deyəsən 18 manat olmalıdır, səhv eləməmsə. Yəni onu da mən elə başa düşürəm ki, vaxtı gələndə onu da tətbiq eləyəcəklər. Ona görə nə bilim, gələcəkdə də ki, yəni yeni ildən maşınların qiyməti necə olacaq, nətər olacaq soruşurlar ki, adamlar var ki, maşın almayıblar da hələ ki. Neçə nəfər adam da istəyir maşın alsın, amma qiymətlər ucu qalxıb da. Yəni ən azı yaydan bu yana 2000-2500 manat qiymətlər qalxıb ucu. Bundan sonra da hələ yanvarda necə qalxacaq, köhnə partiyalar satılandan sonra qiymət nə qədər qalxacaq? Təxminən mən elə başa düşürəm ki, 5000 falan rahat 22500-dən adi BYD CL 05-dən əgər 22500-ə yayda satılırsa,
Yəqin ki, fevral, martdan sonra rahat 27.500 olacaq, rahat. Ona görə bunu da qoyuram qırağa. Bir dənə də elə belə məlumat üçün deyim. Bu günlər elə adicə 2 dənə RAV4-ə gəlib baxmışıq. İkisi də sadə komplektasiya ilə. Hələ videonun da oradan buradandır da, yəni hər şeydən danışırıq bu videoda. 2 dənə sadə komplektasiya RAV4-ə baxmışıq. Biri 4 çəkəndir, biri 2 çəkəndir. Demək olar ki, ikisi də eyni şeydir də. Demək olar ki, birində prosta arxada park radarları var idi. Təsəvvür elə, qiymətlərinə baxırıq ki, 50.000, 47.000. Yəni həqiqətən də doğrudan da qiymətləri çox bahadır da. İli də 2021, 2022, bax belə. Hibrid, 2.5 motor. Biri dediyim kimi 2 çəkər, ön çəkərlər. Biri isə 4 çəkər. Yəni o qiyməti həqiqətən də çox bahadır. Mən belə baxıram ki, xaloğlu 2021-in Toyota RAV4-ünü bir il bundan qabaq öz dostu ilə başa-baş dəyişdi. Hansı maşınla? BMW G30 plug-in hibridlə. Təsəvvür eləyin ki, başa-baş dəyişəndə ortalama ikisinin də qiyməti 50.000-ə yaxın idi. 50-51.000, 30.000 dollar civarında. Üstündən cəmi bir il keçdi. Xaloğlu G30-nu 24.000 dollara satdı. Yəni 1 ilə 6.000 dollar uduzdu da, təsəvvür edin ki, 6.000 dollar. Yəni neçə vaxtda turbazda qaldı, alan yox idi maşını. 6.000 dollar, 24.000 dollar maşın satdı. Amma bu RAV4-lərə baxırsan ki, yenə də hələ qiymətləri demək olar ki, üstündədir də. Qoy olsun 29.000 dollar, 28.000 dollar. Amma ki, yenə də qiymətləri üstündədir. Yəni istədim bunu da məlumat verim ki, belə şeylər var ki, nə qədər bir ildə başlı bir 10.000 manat pul uduzdu, bir ildə. Heç sən. Arada bir mənə deyirsiniz ki, biz video ilə çıx. Deyirəm ki, biz mövzu olsun da, mövzu maraqlı mövzu, nə bilim, maşın çəkilişi falan. Prosta bu aralar biraz başım qarışıqdır açığı. Nə yalan deyim. İnşallah ki, yeni videolarına gələcəyik. Bu videonu daimi izləyicilərim üçün, hansı ki daimi mənə izləyirlər, onlar üçün çəkdim ki, darıxmasınlar. Allah canınızı sağ eləsin. İnşallah növbəti videolarda görüşərik. Sağ olun, salamat qalın.